ki indi 90% idarə və şirkətlərdə işçi ilə 1 illik müqavilə bağlanır. Mən 18 ildir eyni idarədə işləyirəm və 6 ildir rəhbər vəzifədə işləyirəm. İşimdə xarakter olaraq müavin vəzifəsidir. Mən hər il müqavilə, mənimlədir, hər il müqavilə bağlanmalıdır, yoxsa müddətsiz olmalıdır. Deyək ki, bir il hər il toplasaq, dinləyicimiz 18 ildə eyni yerdə işləyir. Və deyir, mən şəxsən 5 ildən artıqdır bu vəzifədə işləyirəm, amma müqaviləm 1 illikdir. Niyə axı bu qurumlara deyilmir ki, hər bir işçiyə müddətli müqavilə bağlanmamalıdır, yəni hamıya aid olmamalıdır. Buyurun. Əslində biz verilişimizin cavabında bu sualın cavabını verdik. Yəqin dinləyici də dinləyib və elə onun üçün dəqiqləşdirmək istəyir. Artıq söhbət 18 ildən gedirsə və fasiləsiz əgər orada işləyibsə, 5 ildən artıq fasiləsiz işləyibsə, artıq həmin şəxs müddətsiz əmək müqaviləsi sayılır. Yəni sabah ona qarşı hər hansı bir müddətin bitməsi ilə bağlı işdən çıxarılma, belə deyim də, aktı baş verərsə, asanlıqla məhkəmədə iddia qaldırıb və o sübutları ortaya qoysa ki, o 5 ildən artıq fasiləsiz işləyib və onun əmək müqaviləsi müddətsiz hesab olunmalıdır və həmin şəxs əslində yəni işdən çıxarıla bilməz. Çıxarıla bilməz. Bəli. Hətta 1 illik hər il müqavilə bağlanmış olsa belə də. Bəli.